the correct sentences with a noun in the possessive case. Yiyəlik halda olan isimli düzgün cümlələri seçin. Birinci cümləmizdə the teacher's advice helped me a lot. Müəllimin məsləhəti mənə çox kömək etdi. Müəllimin məsləhəti hissəsində düzgün yiyəlik hal birləşməmizdir. İkincidə the teacher's advised me to read a lot. Advice əgər S hərfi ilə yazılıbsa, demək ki, burada feil kimi məsləhət vermək mənasını verir və bu isə indiki bitmiş zamanda has advised deməkdir ki, apostrof S ilə has-i əvəzləmişik. Üçüncüdə the students' projects were impressive. Şagirdlərin layihələri təsir edici idi deyilir. Şagirdlərin layihələri hissəsində düzgün yiyəlik hal verilmişdir. Dördüncüdə the students answered to the question correctly. Answered bizim feilimizin idi qəbul etmiş versiyasıdır və özündən sonra cümlədə başqa xəbər olmadığı üçün biz burada indiki bitmiş zaman hesab edirik cümləni, yəni has answered götürülür, hansı ki has'in qısalmış apostrof S vasitəsilə qeyd olunmuşdur. Qeyd olunan qayda izahlarına əsasən 1-3, yəni C variantı doğru cavabımızdır.